Ya Allah. YouTube kanalımın izləyiciləri, zəhmət olmasa kim bu videonu görür? YouTube kanalıma abunə olsun, zəhmət olmasa. Abunə də ola bilmirsinizsə, heç olmasa videomuzu bəyənin. Bax, məhəlləni görürsünüz, gözəl bir məhəllədir. Bax, hər yer güllər, çiçəklər, ağaclar. Superdir. Bax, çinar ağacı, şam ağacı, nar ağacı, əncir ağacı, tut ağacı. O magistral yola baxın hələ. Baba, magistral yol. Buna baxın bir dənə. Baba, gördünüz? Bax, magistral yoldur baba, gördüyünüz yer. Qapıya kimi asfalt yol. Mərkəzi kanalizasiya sistemi. Çox gözəl evdir əziz dostlar. Çox super evdir. Baxın. Baxın əziz dostlar, çox super evdir. Şəxsi tikili, yerdən kürsülü, qoşadaşla. Məhəllənin də bax, bütün işıqları bax, indi yanır. Evlərində dostlar, bax, bu sıra hamısı yaşayış yerlərdir. Bax, bu sıra hamısı sağ tərəf yaşayış yerlərdir. Amma evlərin qabaq hissəsi baba bu qabağında. Yəni yaşayış yoxdur. Bax, gördüyünüz kimi yaşayış yox. İndi hava da qaraldıqca bütün bax buralar boya boy hamısı şeydir, işıqlar yanır. Yəni işıqlı məhəllədir. Gecə saat neçədə də gəlsiniz, baxın görürsüz yanır. Saat neçədə gəlsəz, buralar bax belə gördüyünüz kimi işıqlı məhəllədir. İndi sönür, yanır, amma yəni yəqin ki nəsə var. İndi birazdan yanacaq. Yanacaq məhəlləmizdə işıq var. Görürsüz, bax bus da gedir. Gözəl yerdədir. Burada bizdə bax bu evdir. Pultla açıb bağlanan jalüzlü darvazası, qapısı atteni, həyətində bisetkası var. Yenə deyirəm, kubçalı evdir. Yəni həm evin, həm torpağın kubçası var. Baxın, bu evdir, yerdən kürsülüdür, qoşadaşdır. Həyətində böyük bir bisetkası var. Göstərim buradan sizə. Baxın. Bax. Həyətini göstərim. Evin özü də budur. Yerdən kürsülüdür. Qoşadaşla tikilib, balkonludur. Həyətində əkin əkilib, azdan çoxdan. Padvalına giriş hissəsini görürsünüz. Və evimizin arxasına keçmək üçün evimizin sağ tərəfindən yer saxlanılıb. Pəncərələr gördüyünüz kimi şəbəkə, panorama. Super bir evdir dostlar. Mətbəxdən balkona, balkondan mətbəxə keçmək olur. Yola da dostlar gördüyünüz kimi çox yaxın. Da bundan o tərəfə nə istəyirsiniz? Gah deyirsiniz mənim yol istəyirəm asfalt olsun. Gah deyirsiniz yola yaxın olsun. Onları tapırıq. Evin sənədi olur, ya bələdiyyə olur, ya evdə mərkəzi kanalizasiya olmuş şambu olur. Bu evdə daha önce siz çepe tapa bilməyəcəksiniz. Şambo deyil, mərkəzi kanalizasiyadır, sənədi kubçadır. Yoldan uzaq deyil, yola yaxındır. Nə bilim, vallahi, yəni nə istəyirsiniz odur da, yəni. Elə bir ki, tam. Bütün izləyicilərin, bütün alıcıların fikri öyrənilib, burada bu ev tikilib də, belə deyək. Baxın dostlar, bura koridoruydu, bax, bura zalıdır. Görürsünüz, zalı. Mətbəxi. Hələ siz bu evin qiymətini bilmirsiniz dostlar, yerini yurdunu bilmirsiniz. Yerini yurdunu biləndə var, çox güman ki, zəng gələcək mənə. Ki, bəs əla yerdədir, gəlib almaq istəyirəm. Burada bir yataq otağı idi, gördüyünüz kimi. Burada hamam tualetdir. Açını qoy göstərim sizə, buyurun. O hamam tualeti. Burada ikinci yataq otağıdır, prosta ki, lampiska xarab olub. Bir tərs səbəb elə göstərim, baxın. Lampiska xarab olub. Bu ikinci yataq otağıdır. Bu da üçüncü yataq otağı. Evdə 3 yataq otağı, bir zal var. Ümumilikdə 4 otaqlı həyət evidir əziz dostlar. Ünvanımız Savalan'da, Savalan'ın ən ideal yerində, ən gözəl yerində. Axırıncı torpaq burada buydu. Burada da tikildi, daha yoxdur. Bu məhəllədə istəsəz belə torpaq yoxdur. 118.000 manata deyilir. Nağdalcıya da qiymətli indirim var əziz dostlar.